Deməli, izah edirəm. Kompüter şəbəkələrinin əsas mövzusunu 2 partdan ibarət olacaq. Bu birinci partdır. Subnetting network part, host part, block size. Bunların arasında də qoyaraq. Subnetting nədir ümumiyyətlə? Bir dənə distopik dünya xəyal edin. Burada küçə adları rəqəmlə göstərilir. Bizdə, məsələn, Azərbaycanda küçə adları adam adları, əsasən, yəni hərflərlə göstərilir. Amma bir dənə dünya xəyal edin ki, burada küçə adları rəqəmlərlədir. Və ölkə xəyal edin ki, rəqəmlərlədir. Məsələn, hətta IP-yə oxşar bir şey yazacaq. 192, 168, 15. Bu olsun ünvan. Bu sizin ünvanınızdır. Evə bir kuryer sifariş vermişsiniz, nə bilim, nəsə sifariş vermişsiniz, ya dostumuz gəlir. Bu ünvanı kiməsə deməlisiniz. Bu ünvanı siz bunu belə verəndə qarşı tərəf başa düşməyəcək ki, siz harada yaşayırsınız. Çünki bilməyəcək bu ünvanın hansı küçə adıdır, hansı sizin ev adresinizdir, hansı küçə nömrəsidir. Bəlkə bura sizin ev adresinizdir, bura küçə nömrəsidir. Bəlkə bura 15 sizin ev adresinizdir, 192, 168 küçə nömrəsidir. Bəlkə 815 sizin ev adresinizdir, 192, 16 küçə nömrəsidir. Bəlkə nə bilim 1921 küçə nömrəsidir, 68, 15 ev adresinizdir. Yəni bunu siz müəyyən yerdə belirtməlisiniz ki, küçəsi söz olaraq da, yəni bu küçədə yaşayıram. Müəyyən bir yerdə xətt qoymalısınız. IP-lərdə də elədir. Ona görə subnetting istifadə olunur. Subnetting 2 cür verilə bilir. Birincisi prefikslə. İkincisi subnet maskına. Subnettingdən biz nə üçün istifadə edirik? Sadəcə network part və host partı tapmaqla. Yəni subnetting sadəcə network part və host parta gedən yoldur. Onları hesablamaq üçün lazım olan bir şeydir. Ondan başqa subnetting heç bir şey yaramır. Əsasən biz host partla işləyirik. Host part tapmaq üçün də subnettingi bilməyə ehtiyacımız var. Prefiksə nümunə verək məsələn. Prefiks IP adresi, bu IP adresidir. Və slash işarəsi prefiks olaraq yazılır. Subnet maskı necə yazılır? IP adresi verilir yenə. Subnet maskda amma bu şəkildə yazılmır. Bu şəkildə yazılış prefiksdir. Subnet maskda bir də subnet maskı verilir. Subnet maskda 99% hallarda, imtahan suallarındakı 100% hallarda 255 ilə başlayır. 255, 255, 255, 0. Bu ikisi də eyni şeyə xidmət edir. Eyni şeyin fərqli göstərimidir. Bu slash 24 nə deməkdir? Slash 24 o deməkdir ki, bu network'ün ilk 24 biti network adresi. Daha doğrusu network partı. Network partı küçə adı kimi düşünə bilərsiniz. Qalan bitlərsə 8 bit qalır. Çünki 32 bitdir IP. Bir IP adresi 32 bitdən ibarətdir. Qalan 8 bit isə host partdır. Yəni küçədəki evlərin sayıdır. Küçədəki evlərin sayı deyil, daha doğrusu küçədəki evlərin maksimum nömrələnə biləcəyi şeydir. Məsələn 24-dür, 32 çıx 24, 8 bit qalır host parta. Yəni bunu indi blok size-da baş salacağım. Əsas host partı tapmaqdır. 255, 255, 255 sıfırdan inirsiniz. Bunu çevirirsiniz binary'yə. Burada işimiz daha uzundur. Binary'yə çevirəndə belə burada 8 dənə, 255-in qarşılığı 8 dənə 0, 8 dənə 1-dir. Control duplicate. Control duplicate. Control duplicate.
0'da 8'dən 0'da. Çünki hər bir buradakı nömrə, buradakı hər bir ədəd 8 dənə binary digitlə, bitlə işarələnməyə məcburdur. Burada bunu elədikdən sonra bu hansı rənglə bunu çevirdik? Bir dəqiqə. Bunu elədikdən sonra sağdakı sıfırların sayı bizim host partımızdır. Soldakı birlərin sayı network partımızdır. Yəni burada 24 dənə network partımız 24 bitdir, host partımız 8 bitdir. Burada heç elə hoqqalara ehtiyac yoxdur. Onsa bu verilən say network partda 32-dən də çıxıb host partı tapırsınız. İkisi də eyni şeyə gəlir. Sadəcə belə veriləndə elə bir işiniz biraz daha uzundur. Binary'yə çevirməlisiniz. Belə veriləndə promote tapırsınız. Belə veriləndə, yəni 255 ilə subnet mask ilə veriləndə binary'yə çevirirsiniz və soldakı birlərin sayı network partdır. Soldakı birlərin sayısı network partdır, sağdakı sıfırlar sayısı host partdır. İndi bunu başa düşdük. Yəni bu host part demək, yəni 8 demək, host partın 8 olması nə deməkdir? Yəni host part 8 bitlə işarə oluna bilər. Gəldik block size-a. Block size number of IP address deyirlər. Bu da 2 yerə bölünür əslində. 2 yerə bölünmür. Sadəcə imtahanda 2 tip var. Total var. Bir də usable var. İkisi də eyni şeydir əslində. 8 bitin host part olması o deməkdir ki, ümumi olaraq bu networkda, bu şüşədə 2/8 ədəd, yəni host part K olsa 2/K ədəd IP host ola bilər. Host da nədir? Hər şeydə host. İnternetə bağlana bilən hər şey hostdur. Telefonunuz, kompüter, planşet, nə bilim, xaldenik belə internetə bağlansa, xaldenik belə host sayılır. 208, 256. Bu total IP adreslərin sayıdır. Yəni total number of IP address. Usable tapmaq üçün, yəni istifadə oluna bilən tapmaq üçün nə edirik? Bundan 2 çıxırıq. Niyə 2 çıxırıq? Çünki 2 dənə IP adres, hansı ki ilk IP adresi və son IP adresi network'un ayrılıb broadcast'a və network adresə. Bunda ikinci partda bahs alacağım. Onsuz da bunlardan ikinci part gəlir, eyni videodur. Sadəcə məntiq olaraq ayırmışam 2 parta. Yəni əsas burada sizin işiniz block size tapmaq asandır. Host partı tapdınız. Host partdan sonra, host partı tapandan sonra buradan da göstərim necə tapılır. Prefixlə veriləndə 32-dən prefixi çıxırsınız. Subnet maskla veriləndə sağdakı sıfırlar sayırsınız. Əsas işiniz host partı tapmaqdır. Host partdan sonrası çox asandır. Block size tapanda 200 deyin, 200 deyin çıx ki. 200 deyin total block size'ın total number of IP adresdir. 200 deyin çıx ki usable number of IP adresdir. Əsas birinci part belə. Gəldik part 2-yə. Part 2 nədir? Part 2 network dəqiqə adres və broadcast adres. Network adres və broadcast adresinin tapılmasıdır. 2 dənə yol var. 2 də yol da düzdür. 2 yoldan birini bilməyiniz bəsdir. Bir yol hesablaması çətindir, amma addımı azdır. İkinci yol hesablaması asandır, amma addımı çoxdur. Hansını seçərsiniz özünüz bilərsiniz. Yəni ikisi də düzdür, ikisi də bal verir, tam bal verir. Gəldik yol 1-ə. Yol 1. Yəni yol 1 nə deməkdir? Bir tip. Necə başlayalım? Bu tipdə tapa bilərsiniz, ikinci tipdə tapa bilərsiniz. Yol 1 necə başlayalım, nə deməkdir? Yəni bilirsiniz də, tapmağın birinci yolu nətər tapılır? Network adres və broadcast adres. İndi bizə özümə IP verirəm, random 192, 168 .10
Daha böyük olsun ki, daha çətin olsun. 72.115 olsun. Subnet maskı da, prefiksi de daha doğrusu. Subnet maskı da yazardım da subnet maskını hesaplamak uzadacaq. Prefiksi de olsun 26 mesela. Bizdən soruşur ki, network adresi və broadcast adresi tap. Birinci yol, birinci variant. Bunu çevirirsiniz binary'e. Bunu binary'e çevirəndə nə edirsiniz? İmtahanda təbii ki, özünüz çevirməlisiniz. Amma burada indi mənim axıdım yoxdur bir hesablanmağa. 72.115 convert type binary. Çevirdiniz binary. Oldu bu. Yok olmadı. Dəqiqə. Kontrol C. Ha, oldu bu. Hatta bunu biraz böyle. Çevirdiniz binary'e bu oldu. Bunu da necə çevirirsiniz? 192'ni çevirirsiniz. 168'i çevirirsiniz. 72'ni çevirirsiniz. Ve 115 çevirirsiniz. Bu arada bir tane şeye dikkat edin. Çevrende mesela olabilirsin IP adresinde 3 olsun. 3'ün çevrilmesi 011 değil. Çünkü 8 bit olmalı. 8 bit olması için arkasından 5 tane 0 koymalısınız. 3'ün çevrilməsi budur. 3 5 tane 0 011. Yəni 8 bitə tamamlamağa məcbursunuz hər bir bloku, belə deyək, hər bir ədədi. Oktet deyirlər də, hər bir okteti. 26'dır. İndi nə demişdik? Əsas olan host partı tapmaqdır. Host bitlərin sayını tapmaqdır. Burada necə tapırdıq? 32'dən çıxırdıq. 32'dən 26'dan çıxdıq. Qaldı 6 qalır. Hə. 6 qalır. Demək ki, sağdakı 6 bit host bitlər. Yəni sağdakı 6 bit evin nömrəsidir. Soldakı 26 bit küçənin nömrəsidir. Bunun bizdən işimiz yoxdur. Soldan da saya bilərsiniz, sağdan da saya bilərsiniz. Bura düşür. Bura olur. Network part. Textlə yazdım. Mən niyə özümə cəhət verim? Bura olur. Network part. Burada olur host part. İndi network bura kimi gəldiniz, okey, çox qəşəng. İndi network adres və broadcast adresi necə tapırsınız? Network adresi tapmaq üçün bütün host partları, yəni sağdakı x qədər biti, bu sağdakı x qədər biti də 32'dən çıxdınız və keçən part 1-də var, necə tapırsınız host bitlərin sayını. Bunların hamısını sıfırlayanda, yani 0, 0, 0, 0, 0, 0. 6 tane de alttan 0 eləyəndə alırsınız network adresi. Sonra təzədən bunu çevirirsiniz binary'e. Onsuz da bunlar demədik deyə bunlar dəyişməyəcək. 192, 168, 72. Axırda sadəcə 0, 1, çoxlu 0 olacaq. Bu da 64 olmalıdır. Çünkü bu 128'dir, bu 64'dür. Hə. Bu oldu sizin network adresiniz. İndi gəlib broadcast adresi. Broadcast adresi tapmaq üçün də bura kimi gəldiniz, əlavə. Bir də arxaya qayıdıb da eləməyim. Bura kimi gəldiniz, host bitlərin sayını tapdınız, sağdakı bit qədər ayırdınız. Bu səfər broadcast adresi tapmaq üçün hamısını 1 eləyirsiniz. Network adresi tapmaq üçün sağdakı bitlərin hamısını 0 eləyirsiniz, indi hamısını 1 eləyirsiniz. 1, 1, 1, 1, 1, 1, 1. Təzədən bunu desimala, yəni onluğa çevirirsiniz. Oldu 192.168.72. Bunları niyə təzədən konvert eləmirəm? Onsuz da bunları dəyişmədik ki, biz ancaq axırıncı səhv istəyidi oynamalıyıq da. 0, 1, 1, 1, 1, 1, 1 də olmalıdır. Neçə olmalıdır? Bura 1 olsaydı 128 olardı. Ona görə 127 olmalıdır. Yəni bunu öz bildiyiniz üsulunla çevirirsiniz təbii ki. Vuraraq da, yəni hansı üsulla verirsiniz? 2 onluğa çevirməkdə. Bu da oldu bizim broadcast adresimiz. Broadcast şeydə bayaq şeydi.
neçə tapmışdıq? 64 tapmışdıq. 98, 72, 64. Bu da oldu bizim network adresimiz. Yollardan biri bu. Yəni bu yolun hesablaması çətindir, çünki ikiliyə çevirmək var, amma addım azdır. İkiliyə çevirdiniz, sağdakı bitlərin sayını hamısını 0 eləyib network adresi tapdınız, hamısını 1 eləyib broadcast adresi tapdınız, qutardı. İndi gəldik ikinci varianta. Yol 2'ye. Yol 2'də yolumuz biraz uzundur, amma ikiliyə getmirik, onluqda işləyirik. İkinci yolda necə tapırıq? Network adres, broadcast adresi. Yəni özümdən IP verim. 192, 168. Hətta yeni IP olsun. Yeni IP'yə baxın. 73, 115, 26. Ha. 168, 72, 115. Subnet 26. Daha doğrusu prefix 26. Bu yolda necə tapırsınız? Yenə host bitlərin sayını tapmaq lazımdır. Yenə 32-dən 26-nı çıxırsınız 6. Burada nə edirsiniz? Bu 26 olduğu üçün 4-cü okletdə eləyirsiniz bu əməliyyatı. Bu əgər 18-dən 24 arası olsaydı 3-cü okletdə 6-ın bax, hətta yazaq. Hatta başqa rənglə yazaq. Prefix, yəni bu 0 ilə 8 arası olsaydı 1-ci okletdə, 8 ilə 16 arası olsaydı 2-ci okletdə, 0 olamır bu arada 1 ilə 8 arası olsaydı və bu soldakı nəsə ona girmək. 16 ilə 24 arası olsaydı 3-cü okletdə, 24 ilə 32 arası olsaydı, 24 ilə 32 arası gördüğünüz kimi 4-cü okletdə bu əməliyyatı icra edirsiniz. Əməliyyat deyəcəm. Bu prefix hansı aralığa aidsə, həmin aralıqda əməliyyatı icra edirsiniz. Bəs tam ədədlər olanda nə olur? 0 ola bilmir, mümkün deyil 0. 8 ola bilir, 16 ola bilir, 32 ola bilmir. 8 ola bilir, 16 ola bilir, 24 ola bilir. 8 olanda bunu bir artırırsınız. Növbəti 16 olanda bunu bir artırırsınız. 24 olanda bunu bir artırırsınız. Yəni aralıq olanda da belə yazırız. 6 nə deməkdir? Blok sayısını tapırsınız. Kəşf buna əvvəl deyəlim. 6 o deməkdir ki 2 üstə 6, yəni 64 blok sayısı. Yəni bir küçədə, bir networkda 64 IP var. İndi 24 ilə 32 arasında olduğu üçün ən son okletə edirsiniz bunu. Başlayırsınız, sıfırdan başlayırsınız və yazırsınız 192, 168, 72. İlk 3 okletə dəymirik, çünki 24 ilə 32 arasıdır. 115, 0, 192, 168, 72, 64, 64 artırırsınız. 64 niyə 64, 64? 2 üstə 6, 64'dür. 6 hardan gəldi? 32 çıxı 26, 6'dır. Bura kimi bəsdir. Əslində axıra kimi də yaza bilərsiniz. Bizə lazım olan axırıncı oktet bizə maraqlıdır. Axırıncı oktetdəki rəqəmimiz də 115-dir. Ədədimiz 115-dir. 115-in olduğu aralığı tapmaqdır. Bizə lazım olan bu aralıqdır. Və buradır. Yağlı tikə buradır. Bunun ilk IP-si, yəni hansı aralıqdadırsa, 192, 168, 72, 64, 192, 168, 72, 128 arasındadır. Demək ki, bu network, bu küçənin ev nömrələri, ilk 3 rəqəminə dəymirəm, 192, 168, 72, 64 ilə 128 arasında nömrələnir. Yəni 64, 65, 66, 127 kimi. Çünki 128-dən o birisi düşə başlayır. 128, 129, 100,
192 kimdə? Çünki 2864 192 eləyir. O birisi küçədir. Bizə lazım olan bu küçədir. Bu küçənin ilk adresi network partdır, son adresi host partdır. Yəni 192 168 72 64 network partdır. 192 168 72 127 broadcast'dır. Hostpart nədə saxla? Bu network adresidir. Bu broadcast adresidir. Bayaqda enlərkən almışdıq. 2 ondan da eləyə bilərsiniz. Bu yolda nə elədik? Bir overview yəni üstündən keçək. 26'da 32'dən 26 çıxdıq. Dedik ki, bizim hospitlərimizin 6'dır. Yəni bu şişədə ev nömrəsi 6 rəqəmlidir. 206 64, yəni bu şişədə maksimum 64 dənə ev ola bilər. Sonra bu ümumi belə deyək, qəsəbəni küçələrə böldü. 192 168 72 qəsəbəsini küçələrə böldü. Bir küçədə 64 ev olur. Oldu 192 168 72 0 72 64 72 128. Ardından yaza bilərsiniz 192 256 olur deyəsən sonra. 4 dənə qəsəbə olur. 4 dənə küçə olur bu qəsəbədə. Sonra bizə lazım olan bizim evimizin yerləşdiyi küçəni tapdıq. O da aralıqdan tapdıq. 64 ilə 128 aralığındadır 115. Bu küçənin də ilk ev nömrəsi 64. Yəni bu network'un da ilk IP adresi 64'dür. Sonra 65'də 66, 127'də kimi ilk network adresi olur ilk IP, yəni 64. Broadcast adresi olur son IP, yəni 127. Vəssalam. Bu da ikinci yolu və qutardı. Sonra suallarınızla gələcək. Bu option izahdır.